Zehni idarə etməyin vacib nümunələrindən biri niyyətdir. Niyyətin bir yarısı ağıl, digər yarısı isə qəlb və meyillərdir. Əslində niyyət düşüncə ilə qəlbin birləşməsidir. Əsl niyyət ürəkdə olsa belə, onun qulpu ağıl olur. İnsanların əsas problemi bilirsinizmi nədir? Öz meyil və istəklərini idarə edə bilməmələridir. Bütün şəxsi və sosial problemlərin kökü də budur. Hansı problemə əlinizi qoyursunuzsa, qarşı tərəfin öz yanlış marağının öhdəsindən gələ bilmədiyini, sonra da hər kəsə problem yaratdığını görəcəksiniz. İndi maraqları necə idarə etmək olar? Ağılla. Ağıl insanın ürəyinə girir və zəifləmiş o yaxşı marağı çıxarır və onunla işləyir və onu gücləndirir. Yaxud məsələn, insanın pis bir marağı var ki, onu kənara qoymaq istəyir. Burada ağıl o marağı insan qəlbindən çıxarıb zəiflədir.